Salam, necəsiz dostlar? Dedim, ay necə oturum ki rahat olsun, belim ağrıyır, üstünüzə sağlıq. Necəsiz? Gecəniz xeyir, axşamınız xeyir. Və mənim effektim hara getdi? Axı mən effekt qoymuşdum. Nerede benim effektim? Şimdi böyle gözləri yaşıl effekt koymuştum. Oraya gitti o. Harasa gitti effektim. Bunu koyacağım. Ama benim çok geçen effektim var idi burada. O kadar kalktım oturdum effektlerim gitti. Nereden sevim? Çok effektten hoşum gelir. Ama biri var idi. Gözlerin rengini de değişmeye olurdu. Hara getdi ya bu gül çiçekti. Çiçek çiçek ah çiçeğim. Oo. Effekt benden küstü. Effekt nereye gittin? Tapamadım effekti. Adını da bilmirəm ki yazın buradan çıxsın. Bir şey. Elə bildim Maldivdəyim. Can, salam Aygül xanım. Necəsiz canım mənim, gözəlim? Necəsiz canım? Can, siz də pozitivsiz. Növbəti kitabınız nə vaxtda? Aygül xanım bilirsiniz, hansı kitabın müəllifidir? Tanınmış adamın məşuqəsi. Gözəl kitabdır. Təsirli. Gələcək kitabınızı gözləyirəm və sizin şəxsi imzanızla. Amma mən bu effektim hara getdi? Bir Allah bilir bir də effektin özü. O, tapa bilmirəm bu effekti. Nədir siz çıxdı ondan başqa? Can, siz də pozitivsiz. Siz mahnı da oxuyursunuz, müğənnilik də eləyirsiniz. Ortada səhifənizdə görürəm. Deyir bu effekt çıxmaram da. Mən rəhmə incidərəm çıxmaram. Canım siz Aygül xanım. İnşallah bir gün realda da görüşərik. Can. İnşallah canım, inşallah. Siz növbəti kitabınızı yazın, hədiyyənizi gözləyəcəyəm. Sevə-sevə də oxuyacağım. O bu kitabınızı həqiqətən gözəl kitabdır. O real hadisədən götürülmüşdü, hə? Ya necə? Tanınmış adamın məşuqəsi. Çünki bilirəm ki, realda elə hadisələr çox olur. Bizim normal həyatımızda. Mən də effekt axtara qalmışam. O effekti tapmadım ha. Qoşulanda effekt var idi. Sonra dedi ki itəcəm, tapılmayacam. Bir bu effekti qoyaq. Neyse dedi o effekt tapılmayacam. Teşekkür ederim. Salam Rəşad bəy. Teşekkür ederim. Bilirəm. Like qoyursunuz da. Siz mənim ən çox like qoyanımsınız. Amma yedək səhifəmdə. Zapasnoyda. Kanal da mənə öldürdü. Donur bütün günü. Başıma oyun açırım. Bu Show TV. Hə, söhbət edəyizlə. Ay. Kızılcık şərbətine kim bakar? Korlayıblar ya.
Təşəkkür edirəm Rəşad bəy. Çox təşəkkür edirəm. Var olun. Bilmirəm necə oturum ki, belim ağrımasın. Hə, söhbət edək. Elə xoşum gəlir bu qızdan, Sinem Ünsaldan. İndi İpək yolu. Bunlarda biri bir şeydə tanındı. Reklama çəkiciyle. İpək yolunda indi. Uzaq şəhirdəki qız. Əsli Azərbaycanda, atası Azərbaycanda, anası Çərkəz. Oğlansa, Cihanı oynayansa Azərbaycanlıdır. Uca çatdıramıyorum da qısqanmağa baxa bilmədim. Ürəyim üzüldü qısqanmağa. Gələk tam filminə baxın. Tam filmi əsas elə keçmiş zamanlarda, keçən əsrdən əvvəllərindən filan danışır. Ürəyim üzüldü. Nə qədər özümü məcbur elədim, gördüm yox. Mən o kinoya baxsam, demək özümü zorlamış oluram. Burada nədir? Mənə göndəribmiş, görməmişim. Amma mən bərabər açmıram da, canlını. Tək açmağı xoşlayıram. Bərəkətli torpaqlar maraqlı gəlir də, gəlmir. Reklama baxıram. Ne edirəm? Effekt axtarıram, nə edəcəm ki? Burada bayağı mən açanda bir dənə effekt var idi. O effekti axtara qalmışam. Orada gözün rəngində dəyişmə oldu. 3 dənə gözü idi. Məncə bu effektdir, amma nəsə göz dəyişmiş. Nажила, что? Donur ev. Canım donur. Böyle donsa çıxacam. İldə də bir dəfə canlı açmışam, o da televizorda donur, bu da. Bəlkə girim çıxam təzdən. Çıxım. Təzdən alınsa girəcəm, donsa yox, bilmirəm niyə. Amma hər ehtimal üçün sağlaşıram. Təzdən aça bilsəm canlını, təzdən daxil olmağı, canlıya gəlməyi unutmayın.